Qur'an hansı sifətlərə, hansı keyfiyyətlərə mənsubdursa, deməli, Əhl-i Beyt də həmin sifətlərə mənsubdur. Çünki mümkünsüz olardı Peyğəmbər Əhl-i Beytini Qur'ana bərabər tutsun. Əgər Əhl-i Beytdə hər hansı bir nöqsan olardısa. Qur'anı inkar edənlərin aqibətinin çox acınacaqlı olmasıdır. Deməli, Əhl-i Beyti inkar eləmək elə Qur'anı inkar eləməkdir. Ayə buyurur ki, vay olsun Qur'anı yalan sayanların halına. Peyğəmbər də Əhl-i Beyti Qur'ana bərabər tutduğu üçün dedik ki, Qur'anın bütün sifətlərini də Əhl-i Beyt özündə daşıyır. Deməli, Əhl-i Beytin inkarı elə Qur'an-ı Kərimin inkarına bərabərdir. Mürsələt surəsinin 15-ci ayəsi idi. Qur'anın himayədarı uca Allahın özüdür. Bu da çox önəmli bir məsələdir. Allah bunu Qur'anda bir neçə yerdə vədə verib, o yerlərdən biri budur ki, Hicr 9-cu ayə. Qur'anı biz nazil etmişik və şübhəsiz ki, onu biz qoruyacağıq, biz himayə edəcəyik. Deməli, Əhl-i Beytin himayədarı birbaşa uca Rəbbimizin özüdür.